Herkese salamlar. İstanbul maceramızın ilk günüdür ve səhər tezdən uçuruq İstanbul'a. Qardaşım İsmail'la mindik samolyota. Gözəl Bakı şəhərimizlə vidalaşdıq. Hətta burada sürprizin reklamı getdi. Yaradıblar da, çox gözəldir. Çox süper eləyiblər. Axır ki çatdıq Sabiha Gökçen hava limanına, yəni İstanbul'a. Transferlə yüngülvari problem yaşadıq. Maşın yox idi. Bildik maşını tapa bilmirdik. Ondan sonra əlaqə saxladıq Travel şirkəti ilə. Və bu arada ekskluziv Travel şirkətlərinə dərin minnətdarlığımızı bildiririk. Çünki sağ olsunlar belə yüksək səviyyədə hər bir şeyi təşkil etmişdilər. Sağ olsunlar. Ne güzel İstanbul be deyib düşdük yola. Burada Türkiye'nin maraqlı küçələrinə düşdük, yəni mahallə dedikləri yerə. Ətrafda da o qədər İtalyan geyim mağazaları var idi ki, ətrafı doluydu, dolu. Və Galatasaray Futbol Klubunun bayrağını gördüm. Və düşdüm Nişantaşı, məşhur Nişantaşı ərazisinə. Burada da çoxlu brendlər vardı, dükanlar vardı. Çox maraqlı, ləzzət eləmişdi. Və belə gözəl küçələrini gördük. Baxın belə bir marojnadır. Deməli gelato. Meksika vanilya adı belədir. Bir dənə dadına baxacağam, görüm necə bir şeydir bu. Türkiye'də, yəni İstanbul və İzmirdə olmuşdum. Hər addım başı pişik var idi. Və belə bir Abdi İpəkçi, belə bir jurnalist vardı, onun üstünü gördük. Hansı ki suiqəstə uğramışdı. Və düşdük aşağı, yenə həmişə kimi hər addım başı ya düşürsən, ya qalxırsan. İstanbulun küçələri belədir. Belə bir büstləri gördüm. Rütbəli şəxslərin, xaricdən olan insanlar, generallar da var idi hətta burada. Keçmişdə olan insanlar da çox maraqlıydı bu da. Burada İstanbul'un məşhur parkı Maçka Parkı. Adı elədir, Maçka. Belə bir retro maşınlar da gördük. Çox idi ümumiyyətlə İstanbulda belə retro maşınlar. İçi də səliqəli, qırmızı, çox adam cəlb edir. Taksim meydanına yaxınlaşdıqda isə belə bir gözəl, super heykəllər gördük. Bir dənə baxın, dəmirdən hazırlanan hamısı. Aselsan şirkəti var İstanbulda, Türkiyədə. Ratça şirkəti ilə məşğuldurlar. Hərbidə olanlar biləcək. Sırf dəmirdən bütün heykəlləri hazırlayıblar. Belə deyək, orada ilə desək zapçastlardan.
və qardaş ölkənin bayrağını çəkməsəm olmazdı təbii ki. Türkiyədəki macəramın birinci hissəsi sona çatdı. Like atmağı, şərh yazmağı və dostlarınıza bu videonu göndərməyi unutmayın ki, davamı gəlsin.